Deməli 10-cu sualda x2o və y2 kütlələr cəmi 188 veribdir. Bir də veribdir ki, x-ı y-a böləndə kütləsini edir 16/3. Buradan bizdən x istədiyinə görə deməli x-in nisbət atom kütləsini tapmaq üçün y-ı tapıb yerinə qoyacağıq. Y 3x bölünsün 16 edir. Deməli x2-nun nisbi molekula kütləsini hesablasaq 2x üstəgəl 16 üstəgəl y üstəgəl 32 bərabərdir 188-ə. 2x üstəgəl 16 üstəgəlinsin y-ın qiymətini yerinə qoysaq 3x bölünsün 16 üstəgəl 32 bərabərdir 188-ə. Hamısı üçün ortaq məxrəc 16 eləsək 2x 16-ya vuranda 32x üstəgəl 16-nı 16-ya vuranda 256 3x 16-nı da 32-yə vuranda 512 və 16 buradan çarpaz vuranda 16-nı da 188-ə vururuq. Edir 3008. Aha. Bu da eləyir deməli 32x 3x 35x bərabərdir 3008-dən 256 ilə 512 sağa keçəndə çıxırıq. Qalır 2240. X də bərabərdir 64-ə. Burada deməli 10-cu sualda Y variantı.